Rusiya məhkəməsi küçə musiqiçisini qadağan edilmiş mahnı oxuduğuna görə 13 günlüyünə həbs eləyib. 18 yaşlı Diana Loginova Kremli tənqid edən mahnını Sankt-Peterburqun mərkəzi küçəsində oxuyurmuş. Nauko təxəllüslü Loginova Rusiyada xarici agent elan edilmiş müğənni İvan Alekseyevin Qu Gölü Kooperativi mahnısını ifa edib. Mahnı sosial mediada geniş yayılıb və hüquq mühafizə orqanlarının diqqətini çəkib. Videoda bir qrup gənc küçədə mahnını oxuyan Loginovanın başına toplaşıb. Sankt-Peterburq məhkəməsi musiqiçini metroya girişə mane olan planlanmamış toplantı keçirməkdə günahkar sayıb. Biz bura musiqiçi Diana Loginovanı dəstəkləməyə gəlmişik. Əslində, əvvəlcə biz onun konsertində iştirak eləmək istəyirdik. Hətta bilet də almışdıq. Amma sonra öyrəndik ki, onu tutublar. Ona görə də qərara gəldik ki, onun məhkəməsində iştirak eləyək. Mən və dostlarım Moskvadan gəlmişik. Düşünürük ki, belə insanları müdafiə eləmək vacibdir. Belə şeylərə göz yummaq, sanki baş verməmiş kimi davranmaq düzgün deyil. Bizim də əlimizdən məhkəmədə iştirak eləmək gəlir. Burada qeyri-adi bir şey yoxdur. Amma Loginovaya qarşı başqa protokolda tərtib edilib. Rusiya ordusunu gözdən salma ittihamı ilə. 13 günlük inzibati cəzanı çəkəndən sonra məhkəmə həmin işə də baxacaq. Əgər günahkar bilinsə, Loginova cərimə edilə bilər. Amma həmin əməli təkrarlasa, barəsində cinayət işi açıla və uzun müddətə həbs edilə bilər. Qu Gölü Kooperativi mahnısının müəllifi İvan Alekseyev Kremli sərt tənqid eləyir. O, Ukrayna müharibəsindən sonra Litvaya köçüb. Sosial mediada yayılan videoda küçədən keçənlər mahnının sözlərini təkrarlayır. Balet görmək istəyirik, qoy qu quşları rəqs etsin, gölündən narahat olan qoca kişi qorxudan əssin, deyirlər. Mahnıda Rusiya prezidenti Vladimir Putinin adı çəkilmir, Ukraynadan da söhbət getmir. Amma mahnıda Rus bəstəkarı Çaykovskinin baletinə işarə edilir. Bu baletin musiqisi adətən Sovet liderləri öləndə televiziyada səsləndirilirdi. Mahnıda göldən də danışılır. Bu, Sankt-Peterburqun şimalında yerləşən Ozera Daça Kooperativinə işarədir. Orada Putinin yaxın ətrafının villaları var. Bu ilin mayında Sankt-Peterburq məhkəməsi həmin mahnını qadağan etmişdi. Nifrət ritorikası və zorakılığa çağırış ittihamı ilə. Küçədə çıxış etsə də Loginova əslində musiqi məktəbində təhsil alır. Rusiya və xaricdə bir sıra tələbə mükafatlarına layiq görülüb.